Monteneqronu fəth etməyə Xorvatiya sərhədindən başlamışıqsa, Albaniya sərhədinə də gediləcək deyib yollandıq Albaniya sərhəd şəhər Ulçiniyə. Monteneqroya dəniz görməyə gəlmişiksə, o dəniz ilk görüləcək. Hətta hava soyuq olsa da o suya giriləcək. İndi nə olsun ki, üstə qar kurtkası geyinirik. Qumu çox qəşəng və təmiz idi. Gözəlliyin içində bir də görün nə tapdıq. Ölkələrdən tapdığım şeyləri xatirə olaraq yığmağı o qədər sevirəm ki, bu da Monteneqrodan xatirə. Bir məlumat da deyim ki, Montenegro əslində xristian ölkəsidir. Sadəcə Albaniya ilə sərhəddir və bu şəhərdə çox Alban yaşayır deyə, şəhərdə insanların çoxu müsəlmandır. Ona görə də hər tərəfdə məscid, azan səsi eşitmək olur. Bu sahildə də gün batımını izlədiyimizə görə... Bir dəqiqə. Hələ indi başlayırıq. Evə girəndə qonaq meyvə qoymuşdu. Bu da bizim portağal sandığımız limon. Evin yerləşdiyi yer, baxdığı mənzərə ayrı gözəl idi. Bizə az da olsa kəndi xatırlatdı. Az bilinsə də, amma Montenegronun ən uzun qumlu sahilə sahib şəhəridir. Zövq alaraq gəzdiyimiz bu şəhərlə də sağollaşırıq.